Salam, 2024-cü il 6-cı ayın 2-sində olan imtahana nəzər yetiririk. Birinci qrup qəbul imtahanına. Demək, bizə 61-ci sualda nə deyir? Deyir ki, karbohidrogen verilib, 1 molun tam yanmasından alınan maddələrin miqdarı karbon qazının N+1, suyun isə X-dir. Suyun mol miqdarını tapmalıyıq. Ancaq burada enlərlə bağlı verdiyinə görə biz bilirik ki, ümumi formumuz CnH2n-2 olmalıydı. Enlərlə bağlı verdiyinə görə biz onu A yazaq. CaH2A-2 şəklində yazaq və oksigenlə reaksiyasından bilirik ki, karbon qazı ilə su alınır. Reaksiya tənliyini bərabərləşdirdiyimiz zaman burada karbonun sayı CO2-nin əmsalı olmalıdır. A yazdıq. Hidrogen sayı nə qədər olacaq? 2A-2-ni burada 2-yə bölürük. A-1 olar. İndi gəlirik nəyə? Baxın, bizə deyir ki, CO2-nin mol miqdarı N+1-dir, düzdür? A nəyə bərabər olur onda? N+1-ə bərabər olur. Bəs suyun miqdarını tapsaq, mol miqdarını tapsaq nə etməliyik? O da A-1-ə bərabərdir. Onda A-nın yerinə gəlib N+1 yazsaq, N+1, burada da çıx 1. Birlərimiz gedər, cavabı alarıq N. Demək, doğru cavabımız nə olacaq? C bəndi. 62-ci sualı nəzərə yetiririk. Azot üçün nə doğrudur? Lityumla adi şəraitdə reaksiyaya daxil olur. Bəli. Oksigenlə adi şəraitdə reaksiyaya daxil olur. Xeyr. Molekulunda 3 kovalent rabitə var. Bəli. Biri sigma, ikisi pidir. Təbiətdə yalnız birləşmə şəklində tapılır. Xeyr. Jones, yəni karbon, oksigen, azot, kükürt. Bunlar təbiətdə həm sərbəst, həm birləşmə şəklində tapılır. Burada olacaq Y bəndi. Kaliumun su ilə qarşılıqlı təsirindən hansı maddə alınır? 63-cü sualı nəzərə yetiririk. Kaliumun suyu necə yazaq? HOH şəklində yazaq. Biz bilirik ki, kalium metaldır, müsbət yüklənir. Düzdür, burada bəst halda olduğuna görə oksidaşma dərəcəsi 0-dır. Ancaq belə suda H müsbət, OH mənfi iyonlarına ayrılır da müsbətlə mənfini birləşdiririk. Oldu kalium OH və hidrogen. Demək, bizim alınan maddəmiz nə oldu? Kalium hidroksid oldu. 64-də baxırıq. 0,2 mol əsasın tam neytrallaşmasına 25,2 qram nitrat turşusu sərf olunub. Baxaq görək HNO üçün mol miqdarı nə qədər imiş. Çünki bizə 0,2 mol əsas veribsə, gətirək nitrat turşusunda əsasa nü bərabərdir. M düsturundan istifadə edərək nitrat turşusunun mol miqdarını tapa bilərik. 25,2-ni bölərik 63-ə. Buradan da alaraq 0,4. Demək, 0,2 mol əsasla 0,4 mol nitrat turşusu tam neytrallaşmaya daxil olub. Neytrallaşma nə idi? Yəni OH sayı H sayına bərabər olmalıydı. Biz baxırıq ki, burada 0,4 hidrogen var. Demək, bu tərəfdə də nə olmalıydı? Əsasımın tərkibində bilmirəm axı OH-ın sayı neçə dənədir. Bir X yazsam, demək 0,2-ni mən X-ə vurduğum zaman 0,4 almalıyım. O da X-im olacaq 2. Demək ki, mənim əsasımın tərkibində OH-ın sayı 2 imiş. Yəni, əsasım 2 turşuluymuş. Onda Y bəndi olacaq. 65-ci sualı nəzər yetiririk. H2SO4 və kalium hidroksid deyir. Tam neytrallaşmaya daxil olur. Biz də tam neytrallaşmanı necə dedik? Dedik ki, H sayı OH sayına bərabər olmalıdır. Ona görə burada 2 olduğuna görə hidrogenin sayı OH-ın kalium hidroksidin qarşısında 2 yazıram və indi verilənlərə əsasən X-i tapmağa çalışacağam. Bizim düsturumuz necədir? Moler qatılıq veribsə C bərabər idi. Nü böl V. Burada C-ni verib A-dır. V-ni verib 400 ml. Nü-nü tapa bilərik. Nü nə olacaq? Nü bərabər olacaq 400A-ya. Gətirib sulfat turşusunun üzərinə yazırıq 400A. Yəni mol miqdarı 400A idi. 400A olanda kalium hidroksidin mol miqdarı nə qədər olacaq? Birinci onu tapaq. Bir B yazaq. Aşağı hissəsinə 1 düşəcək. Mol olduğu üçün 1. Qarşısındakı əmsalı da vururuq. 2 yazırıq. 400A-nı 2-yə vurduğumuz zaman 800A olur cavabımız. Sonra biz nəyə tapdıq? Axı bizə qatlığı tapmaq üçün nü bölü V düsturuna istifadə edirdik. Və bizdə həcmi soruşur sonraki kalium hidroksiddə. Bizə bunun üçün qatlıq verilsə də mol tapmaq lazım idi, mol miqdarını. Mol miqdarını da tapdıq. C bərabərdir nü bölü V düsturuna əsasən. C-nin yerinə yazırıq A. V-nin bilmirik neçədir, amma nü-nin yerinə yazırıq. Nəsə tapdıq 800A. Sonra V-ni buradan tapanda 800A-nı böləcəyik A-ya. O da olur. Alırıqsa gedəndə 800. Doğru cavabımız olacaq A bəndində. 66-cı sualda hansı reaksiya üzrə xlor alınmır? Burada yalnız B variantında alınmayacaq. Çünki B variantında əsasla turşunun qarşılıqlı təsirindən duz və su alındı. Kalsium xlorid və H2O alındı.
B bəndi olacaq. Sonra qatlığı 0,4 mol bölünsün litr olan 0,5 litr natrium hidroksid məhlulundakı natrium hidroksidin kütləsini qramla hesablayın. Biz bilirik ki, qatlığımızın düsturu C bərabərdir nü bölü V'dir. Nünü də kütlə ilə əvəz eləsi M bölünsün M düsturu ilə tapa bilərik. O zaman daha doğrusu tənin düsturumuzu bu şəkildə gətirə bilərik. M bölünsün M vurulsun V. Buradan bizə qatlıq məlumdur. C qatlıqdır 0,4 yazırıq. Bərabərdir. M'in yerinə yazırıq. Natrium hidroksid verildiyinə görə onun M-eri. V'nin yerinə yazırıq 0,5 litr. Kiçik M-i tapırıq. Buradan kiçik M-i tapanda olacaq. Bu 0-la bu getdi. 20 0,4'ü də 20'ye vurduğumuz zaman 8. Yəni A bəndi olacaq. Keçirik 68-ci sualda. Deyir ki, hansı reaksiyada dəmir 2 müsbətdən dəmir 3 müsbətə çevrilmə baş verir? Baxın, bu da dəmirin paslanma reaksiyası idi. Sonra 69-cu sualı nəzər yetiririk. N2 verilib. 3 mol hidrogenlə reaksiyaya daxil oldu. 2 mol NH salındı. Azot və hidrogenin başlanğıc qatılıqları uyğun olaraq başlanğıc sərf tarazlıq yazıram. Başlanğıc qatılıqları uyğun olaraq 6, 14'dür. Məhsulun başlanğıcı və sərfi olmur. Deyir ki, bizə tarazlıq anında azotun qatlığı 3 dəfə azalıb. Azotun qatlığı bayaqdan 6 idi. 3 dəfə azalıbsa, demək nədir? 2-yə düşüb. Tarazlıq qatlığında deyirik. 2 yazdıq. Baxaq, onda nə qədər sərf olmuş olur azot? Azot 4 sərf olunur. İndi reaksiya tənliyində yerinə qoyaq, yazaq. Baxın, azot 4 sərf olunanda görə hidrogen nə qədər sərf olunub? Bir B yazaq. 1 sərf olunanda 3 sərf olunub. B-ni nə taparaq? 12. Demək, əvvəldə 14 mol verilmişdi hidrogen. Onun 12'si sərf olundu. Nə qədər qaldı? Tarazlıq oldu 2. Deyir ki, hidrogenin qatlığı neçə dəfə azalıb? 14'dən 2'yə düşüb. 14'ü 2'yə böldüyümüz zaman nə düşəcək? 7. 7 dəfə azalma baş verib. Keçirik 70-ci suala. Alüminium karbid su ilə qarşılıqlı təsirdə olur. Bilirik ki, biz bu reaksiyadan metan alınır, bir də alüminium hidroksid alınır. Özləri burada alüminium hidroksid yazıblar. Demək ki, burada alınan metan imiş. Metan həm 550, həm 1000, həm də 1500 dərəcə Celsiusdə parçalanır. 550 dərəcə Celsiusdə parçalananda buradan alınacaq C2H4. C2H4 alındı və bir də hidrogen alınmışdı. Hidrogeni də burada yazıblar. Demək, eqliqim nəymiş? C2H4 imiş. İndi nə deyir? C2H4'ün alkenlərə aiddir də. Hidrogenlə reaksiyasından nə alınacaq? C2H6 alınır. Biz də baxırıq ki, bizə deyir ki, Z molekulunda, yəni C2H6-da sp3, sp3 örtülməsi hesabına yaranan rabitələrin sayı. C2H6 nə deməkdir? 2 dənə karbonu yazdım. 6 hidrogen var. Hərəsinə 3 dənə pay veririk. Sonra karbonlar arasında təkrat rabitə oldu və burada baxırıq ki, sp3, sp3 arasında, bunlar hər ikisi sp3'dür. sp3, sp3 arasında yaranan rabitə bir dənədir. A yazırıq. Sonra keçdik 71-ci suala. Deyir, hansı halda duru sulfat turşusu istifadə olunub? Biz bilməliyik ki, duru sulfat turşusu, ümumiyyətlə duru turşular istifadə olunduğu zaman, əgər hidrogenə qədər olan metalların qarşılıqlı təsirdə olursa duru turşular, onlardan hidrogen alınacaq və burada baxırıq ki, hidrogenin alındığı yalnız Y'dədir. Sonra deyir, rezini hansı maddədən alırlar? Rezini kauçukdan alırlar. Sonra neylədik? Gəldik 73-cü suala. Reaksiya tənliyini yazaq. Oksidaşma reduksiya reaksiyası olduğunu görürük. Və buradan tapaq görək əmsallar neçə olacaq. Demək, H buradan o üstdə düzdür. -2, -1, -5 olacaq. Müsbət 5-dən xlor hara gəldi? -1-ə. Qeyd edirik. Müsbət 5-dən gəldi xlor -1-ə. Burada baxırıq, kükürt -2-dən hara gəldi? Kükürt müsbət 6-ya gəldi. Düzdür? Artıq bunları siz bildiyinizə görə tək-tək hesablamıram. Müsbət 6-ya gəldi. Baxın, burada 5-dən -1-ə gəldi. Kesit 6-dır. Burada 2-dən 6-ya gəldi. Kesit 8-dir. 6, 8 yazırıq, amma bunlar ixtisar gedir 2-yə. 3, 4 düşür. 3, 4 yerlərini dəyişirik. 4, 3, 4'ü hara yazırıq? Solda da xlordan bir oksidaşma dərəcəsi var. Sağda da kükürtdən, solda da bir oksidaşma dərəcəsi var. Sağda da. Yəni fərqli olmadığına görə elə soldakılara baxırıq. 4'ü gətirib xlorun qarşısına yazırıq. Burada 3 var idi. 3'ü gətirib HCl-in qarşısına yazırıq. Onu da buradakı xlora görə gətirib bura 4 yazarıq. Kükürdə görə gətirib bura 3 yazarıq. İndi yoxlayaq. 6 hidrogen burada, 4'ü burada 10 dənə. 4 burada, 6 burada, 10 dənə. Oksigenin sayını yoxlayaq. 4 vur 3, 12. Burada da 3 vur 4, 12 oldu. Aha, indi bizə nə deyir burada görək? Nə etmək lazımdır? Nə soruşur bizdən? Bizə deyir ki, onda A-nı nə tapdıq? A 4 idi, B 3'dür. Bura C yazsaq, bura D yazsaq. Aha, oksidaşdiricinin əmsalı 4'dür. Oksidaşdirici nədir?
Çoxdan aza gedən. Baxın, burada çoxdan aza gedən hansıdır? Xlordur. Bu demək oksidləşdiricidir. Oksidləşdiricinin əmsalı 4-dür. Bəli, bu doğrudur. Götürdük. Reduksiya edicinin əmsalı 4-dür. Reduksiya edici nədir? Azdan çoxa gedin. Azdan çoxa gedin. Ancaq əmsalı 3-dür. Xeyr, bu səhvdir. Öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. Xeyr, molekulyar arası oksidləşmə reduksiya reaksiyasıdır. Bu da getdi. A plus B bərabər C plus D. A plus B 4 üstə gəl 3. C plus D 4 üstə gəl 3. Bəli, bu da doğrudur. Doğru cevabımız oldu. 1, 4. Hansı qazların normal şəraitdə sıxlıqları eynidir? Bir molekul kütlələri eyni olanın sıxlıqları da eyni olacaq. Birincidə baxırıq CH6, karbon 12, 12-ni 2-yə vurduq 24, 24 üstə gəl 6, 30. Azot da 14 üstə gəl 16, oksigen elə də 30. Demək elə A bəndiymiş. Sonra keçirik 75-ci sualı. Burada nə deyir? Nitrat turşusu parçalanır. Nitrat turşusu parçalanmanda biz bilirik ki, buradan alınacaq NO2, O2 və H2O. İndi bizə deyir ki, baxın, buradan alınan Z maddəsi o alınanların içərisindəki hər hansısa biri ilə reaksiyaya daxil olsun, 2 turşu alınsın. Və bizə məlumdur ki, biz buradan NO2-nin su ilə reaksiyasını yazsaq, NO2-nin su ilə reaksiyasını yazsaq, ilıq olduğu halda, temperatur beləliklə ilıq olanda nə olacaq? Burada alınacaq 2 dənə turşu, HNO3 və HNO2. Amma bilirik ki, NO2-nin su ilə qarşılıqlı təsirindən həm var ilıq, həm qaynar. Bir də var ki, oksigen də iştirak edirsə, hamısından nitrat turşusu alınır. Qaynar olanda NO çıxır, ancaq ilıq olanda HNO3 ilə HNO2 alınır. Mən 2 dənə NO3 yazmışam, üzrlü sayın. Burada 2 dənə turşu alınmış olur. İndi nə oldu? Bizim demək Z maddəmiz oldu NO2. Y-imiz nə oldu? H2O. X də olacaq oksigen. Oksigen H2O, NO2 B bəndi olacaq. Sonra keçirik 76-cı sualı. Atomların normal halda xarici elektron təbəqəsindəki elektronların sayı 3s, x deyil 3s2 imiş, 3p 0-dır. Ona görə 3s2 harda bitdi? 12-də. 12-dir. Bu böyük ehtimal ki, magneziumu verib bizə və 12-dirsə ikinci qrupda yerləşir. Variantı 2 olur. Keçirik sonra növbəti suala Y-də, daha doğrusu sual deyildi Y maddəsinə. Orada olacaq 3s2, 3p5. Əvvəli var 1s2, 2s2, 2p6, sonra gəldi 3s2, 3p5. Bu nə oldu? 17 oldu. 17-dirsə böyük ehtimal deyil ki, bu ehtimal yox, daha doğrusu elə 17 sıra nömrəsi olan xlordur və xlor baxırıq ki, bu 7-ci qrupda yerləşib. Hətta ki, xlorun heç varlığını bilmirəm. 7-ci qrupda yerləşibsə, bu bir variantlik göstərəcək, bir tək elektronu var. Burada deyir ki, X və Y elementlərinin əmələ gələn birləşmənin molekulunda neçə elektron olacaq? X və Y deyəndə X-i götürdük 2 variantli, Y-i 1 variantli birləşməmiz olacaq. X, Y2 şəklində. X-in sıra nömrəsi neçə oldu? 12. Y-in sıra nömrəsi oldu neçə? 17. Və bizdən soruşur ki, neçə elektron var? Biz də elektronları, protonları əsasən tapırdıq da. X-in yerinə yazacağım 12. Y-in də yerinə 2 olduğuna görə, 2 Y olduğuna görə 17 vur 2 eləyəcək 34. Bunların cəmi mənə verir 46-na. Doğru cavabımız olur D bəndi. 77-ci suala nəzər yetiririk. Burada deyir ki, kalium ortofosfat. Kalium ortofosfat necə yazılır? Kalium 3PO4. Kalium hidro ortofosfat. Demək bir dənə hidrogen var. HPO4. Ancaq bu 3 deyə hidrogeni var. İkisini itirdiyinə görə 2 valentlidir. Bu isə 1 valentlidir olur. Kalium 2HPO4. Sonra gəldi kalium dihidro ortofosfat. Dihidro. Baxın, di hidrogenden əvvəl deyildi. Ona görə də neyinirik? 2 dənə yəni hidrogen var. Dihidro ortofosfat. Baxın, bu neçə dənə hidrogen itirdi? 1 dənə. Kalium neçədir? 1. Heç nə düşmədi. İndi bizə deyir ki, bunların nisbi molekul kütlələrinin artma sırası ilə düzün. Burada 1 kalium var. Ən böyük emerə malik olan kaliumda. Burada 2 kalium var. Burada 3 kalium var. Burada da X, Y, Z şəklində veriblərsə, demək Z kiçikdir Y-dən, o da kiçikdir X-dən olar. Z, Y, X, A bəndinə uyğun gəlir. Keçirik 78-ci sualı. Doymuş bir əsaslı karbon turşusunun natrium duzu. Doymuş bir əsaslı karbon turşusu deyəndə, yəni CN, H2N plus 1, COO, natrium yazdıq. Natrium duzunun deyir 9,6 qramında 2,3 qram nə var? Natrium var. Burada emer nə olacaq? Yazacağım 14N üstə gəl 1, üstə gəl 12, üstə gəl 32, üstə gəl 23.
Buna da uyğun gələcəyinə natrium neçə dənədir? 1 dənə. Və natriumun ayırı nəyə bərabərdir? 23-ə. Burada 9.6 ilə 2.3 ona vurub sürət məxrəcə düşdüyünə görə hər ikisini vergüldən azad eləyərəm. Burada 23 ilə 23 ixtisar gedər. İndi aşağını tapaq. Nə olacaq? 14n üstə gəl 13 46 69 elədir. Bir dəqiqə düzgün bir dənə hesablayım. Hə, 78 14-in üstə gəl 78 bərabərdir 96-ya. 96-dan 78'e çıxdığımız zaman düşəcək 14. 14n bərabərdir 14'ə. N də bərabər olacaq 1'ə. Biz buradan nə tapdıq? Bu turşu molekulunun neçə karbon atomu var? Karbon atomunu yerinə N yazsaq olacaq C. H2N plus 1 değil. Onda CH3 COO natrium. Burada da baxırıq ki 1, 2 dənə nəyimiz var? Karbonumuz var. Diyeni götürdük. Sonra gəlir növbəti suala. Hansı reaksiya məhalda baş vermir deyil. Biz baxın, elə olmalıdır ki, əvvəldə gələn metalın özündən sonra gələnə gücü çatır. Sinkin filmə gücü çatadır. Ancaq burada baxın, dəmirin sinkə gücü çatmaz. B bəndi olacaq. Dəm qazının formulu CO-dur. Hansı halda deyil kimyəvi hadisə baş verir? Kimyəvi hadisə zamanı tərkib dəyişməlidir. Biz bilirik ki, kalium permanganat parçalandığı zaman buradan oksigen alınacaq. Bu kimyəvi hadisələrə aiddir. Silisium kvarts kumu su ilə qarışdırdığımız zaman kimyəvi hadisə baş vermir. Natrium 2O, yəni natrium oksidlə suyun qarşılıqlı təsirindən natrium hidroksid alınacaq. Burada da kimyəvi reaksiya baş verir. Burada yodu qızdırırlar, qızdırırlar və yod sublimasiya edir. Sublimasiya nədir? Bərk adam birbaşa qaz halına keçmir. Bu da aid olmayacaq kimyəviyə 1-3 olur. C bəndi. Hansı maddənin nisbi molekul kütləsi daha böyükdür? Benzoldur, heksandır, izopren, vinil asitlə izobutan. Baxın, benzolda 6 karbon var. C6H6-dır. Məsəl üçün, heksanda C6H12 olacaq. Elə ən böyük, daha doğrusu C6H14 olacaq. Elə ən böyük burada olacaq. İzoprende yenə karbon sayı 5 dənə olacaq. İzobutanda karbon sayı 4 dənə olacaq. Vinil asitlərində karbon sayı 5 dənə olacaq. Və mən bu ikisi arasında qalanda bilirəm ki, heksan olur mənim doğru cavabım. Sonra hansı hadisə zamanı istilik udulur? Biz demişdik ki, birləşmə reaksiyaları eksotermikdir, yəni istiliyin ayrılması ilə gedir. Parçalanma reaksiyaları endotermikdir, yəni istiliyin udulması ilə gedir. Bir dənə reaksiyamız istisna edir ki, azotla oksigenin reaksiyası birləşmə olmasına baxmayaraq bu reaksiyanın getməsi üçün yüksək temperatur lazımdır. Şimşək çaxdığı zaman baş verir və buradan NO alınır. Bu mənfi Q'dur bu reaksiya. Burada istilik udulacaq. İstilik udulduğundan birini seçirik, birincini seçirik və üçüncünü seçirik. Doğru cavabımız olur 1, 3. Sonra gəldik burada. Natrium sulfat verilib. Deyir ki 2,5 moldur. Dissosiasiya dərəcəsi 80%dir. Faiz verdiyinə görə biz düsturumuzda 100-dən istifadə edə bilərik. Baxın, 2,5-dir, amma dissosiasiya dərəcəm 80%dir. İyonlarına ayıraq. Natrium müsbət, 2 natrium müsbət, daha doğrusu SO4, 2 mənfi. Baxın, biz indi yerinə qoyub yazaq. N bölünmüş 2,5'e bərabərdir. Verib ki, mol miqdarı. Dissosiasiya dərəcəm alfam 80'ə bərabərdir. Alfa nəyə bərabər olur? Dissosiasiya eləyəni ümumiyə bölüb vururdum 100'ə. Faiz verdiyinə görə 100'ə vurmaq lazımdır burada. Yerinə qoyub yazaq. 80 bərabərdir. N'in yerinə bilmirəm, heç nə N yazıram. Bölüyenin yerinə 2,5 yazıram. Burada da 100 yazıram. Onda N nəyə bərabər olacaq? Sıfırla bu get 25. 8 vur 25 böl 100. 25 ilə 100 ixtisar gedər 4, 8-də 2, 4'ə bölündə 2 düşər. Demək ki, burada 2 mol natrium sulfat iyonlarına ayrılıb. 2,5 molun 2 molu dissosiasiya edib. Baxaq görək, natrium iyonların mol miqdarı nə qədərdir? Yazaq A. Mol, bura 1 düşəcək, bura 2 düşəcək. A-nı neçə taparaq? 2 vur 2 olacaq 4. Buraya yazaraq 4. Sonra keçirik. Bərabər kütlədə götürülmüş kalsium və oksigenin reaksiyası zamanı maddələrdən biri tabi sərf olunarsa, digərinin necə faizi reaksiyaya daxil olmalar. Üzürlü sayın. Bərabər kütlədə götürülmüş kalsium və oksigen. Yazdıq. Reaksiya nəticəsində alınır nə? Kalsium oksid və bura 2 yazsaq, onda burada 2 düşəcək. Bərabər kütlədə deyəndə bunu da M götürürük, bunu da M götürürük. Baxırıq ki, bu zaman hansının tam sərf olduğunu tapmaq üçün kütlə veribsə, bunu 2 vur 40 yazarıq, burada 32 yazarıq. M-i 2 vur 40-a yəni 80'ə böləndə daha kiçik cavab alacağımıza görə kalsium tam sərf olunacaq. Ancaq oksigen artıq qalacaq. Baxaq görək. Oksigen nə qədər reaksiyaya daxil olub bəs? Üzərinə bir A yazaq, tənasibi quraq. M-lə
A uyğun gəlir. A qram, yəni bu mötərizə yalaq. Sərf olunduğunu tapırıq axı, sərf. 80-ə də uyğun gələcək 32. Biz buradan A-nı tapsaq nə olacaq? A bərabərdir 32m bölünsün 80. 32 ilə 8 yazsaq 4. Cavabı taparaq 0,4m. 0,4m tapdıq. 0,4m tapdıq. İndi baxırıq ki, m idi əvvəldə. 0,4m sərf olundu. Bizə də deyir ki, digərinin neçə faizi reaksiyaya daxil olub? M-in 100-ə bərabər eləyirəm. Amma nə qədər sərf olunub? 0,4m. Bunu bilmirəm neçə faizdir. B faiz yazıram. B bərabər olacaq. 0,4m vur 100 böl m. Burada m'lərim ixtisar gedər. 0,4'ü də 100'ə vurduğum zaman 40 olar cavabım. 40%. Sonra gəldik digərinə. Alkan verilib X və Y molar kütlələri, molekulunda hibrid orbitallarının sayı. Alkan yazaq. Məsəl üçün yazırıq CNH2n plus 2. Gəlin 2 dənə alkan yazaq yanaşı. Biri M'li, biri M plus 4'dür. Bunlar demək ki, ardıcıl yerləşmişdi. İki qonşu alkanda. Çünki məsəl üçün yazsaq CH4, birini də yazsaq C2H6. Burada baxırıq ki, 1 CH2 qədər fərqlənib. 1 CH2 də CH2-nin 12 CH2 deyib CH4 yazayım. CH2 yazsaq bu 12, bu 2 eləyəcək 14. Bunlar demək ki, qonşudurlar. Düzdür. İndi bizə deyir ki, molekulunda hibrid orbitalların sayını tapın. Alkanlarda hibrid orbitalının sayını tapmaq üçün hamısı tək qatdır da. Neyinirdik? 4'ü vururduq n-ə. SP3 idi hamısı və 4 SP3 nə deməkdir? 4-ləsək deməkdir. 4'ü də karbonun sayına vurduğumuz zaman taparıq 4'ü. Gələk indi hesablayaq. Bu hər hansısa birinin üzərində hesablayaq. CH4'də bir karbon var da. 4n nə olacaq? Elə 4. C2H6'da nə olacaq bəs? Demək 4n yazsaq, 4'ü 2'yə vursaq 8. Baxırıq ki, molekulunda hibrid orbitallarının sayı verildi. Birini tapdıq 8, birini tapdıq 4. Onda nə olacaq? B'dən A'nı çıxanda bu B, bu A. 8'dən 4'ü çıxdığımız zaman taparaq cavabı 4. Demək 4 olacaq hibrid orbitallarının belirlikdə fərqi. Sonra gəldik bura. Spirtlər, gliserin, etanol, etilen glikol 1 molun tam efirləşməsinə sərf olunan nitrat turşusunun mol sayı. Gliserin necə idi? 3 atomlu spirt var idi. Gliserində 3 dənə OH var. Etanolda 1 OH var. Etilen glikolda 2 atomlu spirtdə 2 OH var. Və bizə deyir 1 molun tam efirləşməsinə neçə nitrat turşusunun mol sayını, sərf olunan nitrat turşusunun mol sayını tapın. 3 OH varsa bura 3 mol HNO3 sərf olunacaq. 1 OH varsa bura 1 mol HNO3 sərf olunacaq. 2 OH varsa bura 2 mol HNO3 sərf olunacaq. Gliserində oldu. 1'ə uyğun gəldi 3C, 2'yə uyğun gəldi 1A, 3'ə də etilen glikolda da uyğun gəldi 2B. Sonra keçirik növbəti sualımıza. Bizə burada nə deyir? Azot və hidrogen arasında baş verən reaksiya zamanı reaksiyaya daxil olan maddələrin kütlələrinin zamandan asılılıq qrafiki verilmişdir. Demək, azot və hidrogen reaksiyaya daxil olur, alınır NH3, reaksiya tənliyini bərabərləşdirək. Bura 2 düşər, bura 3 düşər, reaksiya tənliyimiz bərabərdir. Deyir ki, qrafik əsasın T müddətində sərf olunan azotun mol miqdarını və N-i müəyyən edin. Burada bizə nə deyir? Baş verən reaksiya zamanı reaksiyada maddələrin kütlələri zamanı asılılıq qrafik verilib. Maddələrin kütlələri zamanı asılılıq bir də başa düşün. Burada bizə nə deyir? Deyir ki, 40'dan hidrogen sayı düşdü N-ə. Düzdür, hələ bu bizə məlum deyil. 40'dan düşüb N-ə. Amma azot T zamanı, buna diqqət eləməmişəm. Oxuyuram, ancaq diqqət eləməmişəm. Baxın, burada 40'dan azotun miqdarı düşdü nəyə? 26'ya. Düzdür, azot neynədir? 40'dan 26'ya düşdü, 14 qram sərf olundu. Azot 14 qram sərf olundu. İndi baxım görün, mənim azotum, məndən nəyə soruşur? Sərf olunan azotun mol miqdarı. 14 qram azot nə qədər? Neçə moldur? Demək, azotum nü bərabərdir. M böl M düsturu ilə tapsaq mol miqdarını. M-i nə qədər tapdıq? 14 tapdıq. 14'ü bölərik 28'ə. Buradan cavabı taparaq 2'də 1. 2'də 1 də nə olacaq? 0,5 olacaq. Demək, 0,5 mol azot sərf olunur. İndi deyir ki, N-in miqdarını tapın. Görək, hidrogenin qalanı nə qədər olacaqdır? Gəlin birinci sərf olanını tapaq. 0,5 mol azot sərf olunanda görək nə qədər hidrogen reaksiyaya daxil olub. X. 1 mol sərf olunanda 3.
X'i nə taparaq? 1,5 taparaq. Düzdür. 1,5 hidrogen. Artıq bizə oradan qramdan verdiyinə görə qrama çevirməliyik. Ya da birbaşa belə yazaq. Qramını tapaq. 0,5 molun bilmirəm neçə qramdır. Aşağıya düşəcək 6. X'i tapanda nə eləyəcək? 3. Demək 3 qram sərf olunub. 40-dan da enə düşəndə 40-dan 3'ü çıxsam nə eləyəcək? 40 idi. 3 sərf olundu. Nə qədər qaldı? 37'si qaldı. 37 oldu cavabımız. Biri oldu 0,5. Biri də oldu 37. Sonra xromun isti qatı sulfat turşusu ilə reaksiya tənliyinin yazın və əmsallaşdırın. Baxın, xromun qatı sulfat turşusu ilə qarşılıq təsirinə xrom üstəgəl H2SO4. Biz bilirik ki, alınacaq qatı. Xrom 2, SO4 3. Üstəgəl qatı dediyinə görə SO2 və sonunda su alınacaq. Reaksiya tənliyini bərabərləşdirir. 0-dan getdi müsbət 3'ə, müsbət 6'dan gəldi müsbət 4'ə. Burada müsbət 6 var, amma gəlməyib. İndi biz bunu oksijen reduksiya reaksiyası olduğuna görə bərabərləşdirək. Demək, xrom 0-dan getdi. Xrom müsbət 3'ə, 3 keçid. Kükürt müsbət 6'dan gəldi. Həm müsbət 6 var, həm müsbət 4. Demək, müsbət 4'ə gəldi. Ona görə biz burada 6'dan 4'ə keçid 2 yazarıq. Amma burada kükürtdən 2 yerdə olduğuna görə sağ tərəfə yazacağıq əmsalı. Demək, 3, 2, 2, 3. 2'ni yazırıq harda? Solda xromun qarşısına. 3'ü yazırıq harda? SO2'nin qarşısında sağda. Demək, buradan baxırıq ki, 2 xrom. Burada kükürdün sayı oldu 3. Burada oldu 3. Gətirib bura 6 yazsaq, hidrogenin sayı olur 12. Burada 6 yazarıq. Oksijenin sayı 6 vur 4, 24. Burada 4 vur 2, 12. 12'nin üstünə 6 gəldi, 18. 18'in üstünə 6 gəldi, elədi 24. Bəli, reaksiya tənliyimiz bərabərdir. İndi bizə nə deyir? Deyir ki, xromun isti qatı sulfat turşusu reaksiya tənliyini yazın və əmsallaşdırın. Qrafika əsasən neçə mol Z maddəsi əmələ gəlmişdir. Baxın, burada bizə mol miqdarlarının zamandan asılılığını verib. Düzdür. Baxıram ki, demək, mol miqdarlarına baxanda, bir də bunu mən fərqli qələmlə yazım. Bu 1 moldur. SO2 3 moldur. Su H2O yəni 6 moldur. Demək, ən yuxarıda molu olan nəymiş? H2O'ymuş. Ondan aşağıda olan SO2 imiş. Buradakı da nəymiş? Xrom 2, SO4 3 imiş. İndi baxaq. Demək, bizə burada nə verdi? Baxın, mol miqdarını verdi X-in. X-i mən nə tapmışdım? H2O idi. Düzdür, gətirib üzərində yerinə qoyuram. Neçə mol? 3,6 mol. Baxın, görün. Z deyil. Nə qədər Z əmələ gələr? Z-im nədir bəs? Xrom 2, SO4 3. Buna X mol yazaq. Aşağısına 6 düşər. Bura 1 düşər. Tənasübüm necə olar? X-in 3,6'ya. 1'in də 6'ya. X'i buradan taparaq 3,6'nı 6'ya böldüyümüz zaman 0,6. Burada doğru cevabımız oldu. 0,6. Yok, bir deyil. Yuxarıdakında 0,6 oldu doğru cevabımız. Keçirik növbəti sualımıza. Burada bizə nə deyir? Deyir ki, silim bir deyil. Özümü sayın. Burada demək neyini? Benzol sırası karbohidrogen verilir. Benzol sırası karbohidrogenlər necə idi? CnHCl-6 ümumi formülü ilə hesaplanırdı. Molekulundakı deyir karbon atomlarının sayı A'dır. Hidrogen atomlarının sayı A plus 3'tür. Demək, A'nı və X molekulundakı sp3 hibrid orbitallarının sayını müəyyən edin. N'ni A yazsaq, N A'dır. Hidrogen nə qədərdir? 2n minus 6 bərabər olacaq nəyə? A üstəgəl 3'ə. Düzdür. Biz burada A'nı N-lə əvəz elədik. İndi gələk tapaq, görək A nə qədər imiş. A'nı 2n minus 6'nın yerinə A plus 3 yazsaq və ya N'in yerinə A yazmış olsaq, 2A çıx 6 bərabər olacaq A üstəgəl 3'ə. Buradan A bərabər olacaq 6 üstəgəl 3, 9. Demək, mənim A'm 9 imiş. C 9, H 18, 12, 12'yə düşür. Düzdür. İndi mənə deyir ki, burada sp3 hibrid orbitalların sayını tapın. Baxırıq. Demək, bunun 6 dənəsi, 9 dənə karbonun 6 dənəsi düşəcək nəyin? Bu benzol həlqəsindəki karbonlar olacaq və onlar sp2 hibrid vəziyyətindədirlər. Sonra sp3'ü soruşursa məndən, sp3 nə olacaq? Artıq kənarda qalan 3 dənə karbon. O 3 dənə karbonum da
Hər biri SPÖ3-dür və SPÖ3 olanda biri 4 ləçəyə əmələ gətirirdisə, 3 dənə karbon, 3 vur 4 eləyəcək 12. Demək, doğru cavabımız nə olacaq? A-nın sayı oldu 9, yəni karbon sayı 9 oldu, amma SPÖ2 hibrid orbitalların sayı nə oldu? 3 dənə karbon var idi kənarda qalan, 3-ü 4-ə vurduq, elədi 12. Ümid edirəm ki, videom sizin üçün faydalı oldu. Diqqətiniz üçün minnətdaram.